Bugünkü testimiz coğrafi koordinatlarla bağlı testlərin izahıdır. İndi isə gəlin baxaq suallara. Deməli, birinci sualda deyir ki, sxemə əsasən A, B, C, deməli A, B, C, D, E deməli xəttinin həqiqi uzunluqlarını tapın. Nəzərə alın ki, 40 dərəcəyə paralel 85 kilometrdir. İndi burada diqqətlə qulaq asaq. Görürük ki, A-dan B-yə, B-dən C-yə, C-dən D-yə, bir də D-dən Y-yə doğru hərəkət var. Burada ümumi məsafəni bizdən soruşur. Fikir verək. Bax, məsələn, dedi ki, meridianal istiqamətdə hərəkət varsa, meridianal istiqamətdə məsafə varsa, bunu 111-ə vurursan, dərəcəsini tapıb 111-ə vurursan, paralel istiqamətdə də həmçinin. İndi baxın, B-dən C-yə 40 dərəcədir. Yəni C hardadır? 0 dərəcəlik yenilikdədir, ekvatordadır. B isə 40 dərəcəlik. 0 ilə 40 dərəcə arasında 40 dərəcə var. Sonra fikir verin, bundan sonra var yenə D-dən Y-yə də 40 dərəcə var. Elədir 80 dərəcə. Sonra C-dən D-yə baxın ekvator üzərində. 50, bu da 25. 25 dərəcə də buradadır. Eləyir nə qədər? 105 dərəcə. Deməli 105 dərəcə nə var? 105 dərəcə elə bunların belə deyək də BCDY arasında məsafə var. Bunları vururuq 111-ə. Deməli 105-i də 111-ə vuranda indi bax bunu vuraq. Biz 105 vurulsun 111. Deməli bir dəqiqə buradan bunu açaq. Baxın 105 vurulsun 111 eləyir 11655. İndi isə buradan da A ilə B-nin arasında olan məsafə isə A-dan B-dən olan A-dan B-yə olan məsafə isə 25 dərəcədir. A-dan nəyin üzərindədir? Görün 40 dərəcə şimal enliyi üzərində. Axı demişdik, hər paralel istiqamətdə hesablayanda hər paralelin 1 dərəcəlik qövsün uzunluğu var. Ona görə hesablayırsan. Meridianlarda 111-dir, ekvatorda da 111-dir. Ancaq digər paralellərdə üzərində hesablayanda isə nə edirsən? O paralellərin kəmiyyəti nə olur? Azalır. Yəni qütbələrə doğru getdikcə. İndi fikir verin. Burada 11655 tapdıq. İndi burada da 85-i vuracağıq 25 dərəcə. Yəni bunlar arasındakı məsafəyə vuracağıq. Buradan da deməli 85 vur 25 elədi 2112 kilometr. Üstünə gələcəyik. Biz burada üstə gələcəyik. Deməli bayaq tapdığımız 11655 olmalı. Səhv eləmirəmsə 11655-i. Burada da görürsüz, cavab variantımız hansı olur? Cavab variantımız olur A variantı. Yəni burada biz nə etdik qısaca? A ilə B arasında 40 dərəcə şimal enliyi üzərində məsafəni tapdıq. Sonra B ilə C-nin 25 şərqi uzunluğunda, sonra da C ilə D-nin ekvator, bir də ki D ilə Y-nin o 50 dərəcə şərq uzunluğu arasında belə deyək məsafəsini biz tapdıq. Burada düzgün cavab variantımız oldu A variantı. Növbəti test tapşırığına baxaq. Növbəti test tapşırığında deyir ki, K və L. K buradadır. Görürsüz 20 şimal 60 şərq. L 50 cənub 60 şərq uzunluğu. Deyir, bunlar arasında dərəcə fərqini tapın. Tapaq. Bu K 20 şimal enliyində yerləşir. L isə 50 dərəcə cənub enliyində yerləşir. Biz də belə bir şey demişdik. Əgər müxtəlif yarımkürədədirsə, biri şimalda, biri cənubdadırsa toplayıram. Eyni yarımkürədə olarsa çıxıram. Deməli 20-nin üstə biz 50-ni gələcəyik. Edəcək neçə dərəcə? 70 dərəcə. Bu da olacaq K ilə L arasında dərəcə fərqi. Müxtəlif yarımkürədə 70 dərəcəli bunlar arasında vaxt ümumiyyətlə dərəcə fərqi var. Burada oldu düzgün cavab variantımız B variantı. Sonra digər növbəti suala baxaq. Deyir ki, 28 cənub enliyi çəkək. 28 deməli 28 cənub enliyi 22 şərq uzunluğu 22 şərq uzunluğu da 180 azimutla 4498 edən səyyah. Deyir 180 azimutla. Yəni buradan
4495 kilometr 180 azimut. 180 azimut nədir? Cənub istiqamətdir. Bilin uşaqlar istiqamətləri, azimutları, yəni bilirsiniz ki, bax yuxarı olanda şimal istiqamətdir 0 360-dır. Şərqə olanda 90 dərəcədir. Yəni bu istiqamətədir. Bu aşağı olanda 180 dərəcədir. Bu olur cənubdur. Bu istiqamət olanda qərbdir. Bu deyilir 270 dərəcə azimut. İndi məsələn burada 180-dirsə, deməli cənub istiqamətinə deyir. İndi burada meridional istiqamətdə hesabladığımıza görə 4995-i böləcəyik 111-ə. 4 dəfə elədir 5, 555, 5 dəfə 45 dərəcə. Deməli fikir ver, 45 dərəcə bu 28 cənub enliyindən 45 dərəcə aşağı gedib. İndi fikir verin. 28 dərəcədən 45 dərəcə aşağı gedibsə, elə bil ki, cənub yarımkürəsində cənub istiqamətinə gedib. Bizdə belə qayda demişdik. Əgər tutaq ki, cənub yarımkürəsindədir obyekt, həmin cənub istiqamətinə, həmin obyektdən cənub istiqamətinə getsək, nə qədər dərəcə getmişiksə onu toplayacağıq. Elə bax bu 45-in üzərinə 28-i gələcək. Olacaq 65, o da eləyəcək 70, deməli olacaq 73 dərəcə. Deməli bu 73 dərəcə olacaq. Gəlib 73 dərəcə cənub enliyinə çatacaq. İndi burada nə deyir ki? Deyir çatdığı məntəqə ilə həmin məntəqəyə ən yaxın qütb dairəsi xətti arasında ən qısa məsafəni hesabla. Deməli 73 dərəcə budur. Buna ən yaxın olan cənub 60. Elə bil ki, belə deyək də. Baxın, burada fikir verin, bu yer kürəsidir. Buradan deməli bu ekvatordur. Burada deməli 28 dərəcə belə deyək də, daha doğrusu 22 dərəcə bura olacaq şərq uzunluğu, 28 dərəcə olacaq bura. Gəldik çatdıq 73 dərəcə olacaq bura. 66,5 dərəcədə qütb dairəsidir. İndi bunları yazaq. Bax, bura ekvator 28 dərəcə, 66,5 dərəcə, bir də ki 73 dərəcə. Buna ən yaxın olan qütb dairəsi 66,5-dir. Yəni bununla bunun arasında məsafəni tapacaqsan. Eyni yarımkürədədir. Çıxacaqsan bunları, qalacaq deməli 73-dən 66,5-i çıxaq. 73-dən çıxacaq nə qədər? 66,5 dərəcə qütb dairəsinin. Deməli 73-dən 66 çıxanda qalacaq deməli 7, 6,5. Deməli 6,5 dərəcə qalacaq. İndi bunu da hesablayanda meridional istiqamətində, meridianın üzərində hesablama aparsan, vurursan 111-ə, o da eləyir 721,5 kilometr. Cavab burada elə A variantı edəcək. Növbəti test tapşırığına baxaq. Deyir ki, hansı paralel üzərində 44 kilometrlik məsafə qət etsək daha çox meridian keçmiş olaraq. Burada necə bir şeydir? Burada da diqqətlə bura fikir verin. Burada da məsələn ekvator və qütb yaxın ərazilər var da, qütbdə olan paralellər var. Məsələn, ekvatordan 44 dərəcəlik kilometr məsafə eləsək, burada cəmi 4 dərəcəlik belə deyək məsafə qət eləmiş olarıq. Ancaq qütbə ətrafı, yəni qütblərdə axı meridian paralellərin belə deyək uzunluğu qısadır axı. Qütb ətrafı və qütbə doğru getdikcə, məsələn 44 kilometrlik məsafə daha çox meridianın keçməsinə səbəb olur. Yəni 44 kilometrlik məsafədən daha çox meridian keçir. Çünki paralellərin qütblərə doğru getdikcə uzunluqları nə olur? Azalır. Ona görə də harda qütb ətrafı ərazi varsa, daha qütbə yaxındırsa onu götürəcəyik. 30 şimal enliyi deyil, 50 şimal enliyi deyil, 10 cənub enliyi deyil, 70 cənub enliyi deyil, 80 şimal enliyi. Düzgün cavab variantımız burada A variantıdır. Sonra bu suala baxaq. Deyir A nöqtəsindən 0,0 demə ekvator üzərindədir. Belə deyək də meridional olaraq
Bir dəqiqə, hə. Deməli, ekvator üzərində, bir də ki, Greenwich üzərində kəsişən bir nöqtədir A. Deyir, bu A nöqtəsindən deyir, hərəkət edən səyyah əvvəlcə 270 azimut. Uşaqlar mütləq şəkildə bunu əzbərləyin. Bax, 0 360 dərəcəli azimut şimaldır. 90 dərəcəlik azimut şərqdir. Bax, bunları bilin. Sonra 180 dərəcəlik azimut cənubdur. 270 dərəcəlik azimut qərbdir. Bunları yəni əzbərləyin ki, sabah çətinlik çəkməyəsiniz. Bax, budur. İndi deyir ki, əvvəlcə 270 azimut. 270 azimut qərbdir. 6660 kilometr. Görürsünüz, ekvator üzərində 6660 kilometr gedib. Deməli, 6660 kilometr avtomatik neçəyə böləcəyik? 111-ə. Çünki ekvatorda 1 dərəcəmiz 111-dir. Bu da eləyəcək 60 dərəcə. Deməli, A-dan, yəni bu sıfırdan 60 dərəcə belə deyək, qərbə gedib çıxıb. Bax, bura. Sonra, yəni 60 qərb uzunluğuna gedib. Sonra isə 0 azimutla 2220 yenə də 0 azimutla deyəndə meridianal istiqamətdə. Meridianlarda da 111-dir. 2220-ni bölürsən 111-ə. O da eləyir 20 dərəcə. Buradan da yuxarı 20 dərəcə qalxırsan. Deyir, səyyahın çatdığı coğrafi koordinatları tapın. Bəli, tapdıq. 60 qərb uzunluğu, 20 şimal enliyi. Varmı burada? Cavab C variantı. Yəni fikir verin. Bunları ardıcıl şəkildə istiqaməti təyin edib o istiqamətdə getmək lazımdır. Yəni bax, əvvəl neynədir? Əvvəl birinci A-dan başladı, 60 dərəcə getdi. Sonra buradan da 20 dərəcə getdi, gəldi çatdı bura. İndi buranın bizə deyir ki, koordinatını tap. Bu hissənin deyir ki, koordinatını tap. Koordinatı da təbii ki 60 qərb uzunluğu, 20 şimal enliyi olacaq. Belə bir sual var. Deyir, sxemə əsasən A və B məntəqələri arasında məsafə 4800 km olarsa, bu məntəqənin yerləşdiyi paralel çevrəsinin uzunluğunu tapın. Deməli, biz birinci, burada biraz riyazi məsələlərdə biraz fikir verməliyik. Məsələn, burada 4800 kilometrlik bir məsafədir. 4800 kilometrlik məsafə. Bu, A-dan B-nin arasındakı məsafədir. Dərəcə olaraq nə qədərdir? 50 dərəcə, daha doğrusu 60 dərəcədir. İndi fikir ver. 60 dərəcəmiz 4800 kilometrdirsə, yaxşı, 1 dərəcəmiz nə qədər olacaq? Bax, bunu tapmalıyıq. O da olacaq x. 60-ı da bölən, 480-i də belə deyək, 6-ya böləndə nə qədər eləyir? Eləyir 80 kilometr. İndi fikir verin. Deməli, bu çevrənin 1 dərəcəsi 80 kilometrdirsə, indi çevrənin ümumi uzunluğu nə qədərdir? Onu tapmaq üçün də biz bilirik ki, çevrə 360 dərəcəyə bölünüb. Yəni 360 dərəcə fırlanıb yerin ətrafında tam. Ona görə bu 1 dərəcəmiz əgər 80 kilometrdirsə, 360 dərəcəmiz nə qədər olacaq? X. Yəni çevrənin ümumi uzunluğunu tapmaq üçün. Bunu da buna vuracağıq. Deməli 0 0 6 8 48 deməli 824 28 elədi nə qədər? Olacaq burada 28800 kilometr. Bir də deyirəm uşaqlar, bax A ilə B-nin ümumi məsafəsi deyir 4800-dür. Bu 4800 60 dərəcəlik dərəcə fərqinə bərabərdirsə, yaxşı, 1 dərəcəmiz nə qədər olacaq? 1 dərəcəni tapıb paralel çevrəsinin uzunluğunu tapın. Yadınızda saxlayın həmişə. Paralel çevrəsinin uzunluğunu 1 dərəcənin belə deyək, neçə kilometrdirsə, məsələn 5 kilometrdirsə 1 dərəcə, o 360-a vurursan 5-i, yəni 360 dərəcə var da, yer ətrafında 360 dərəcə bu dövr eləyir. Ona görə bu olur nə qədər? 28800 kilometr. Növbəti suala baxaq. Deyir ki, verilmiş sxemdə A və B məntəqələri arasında həqiqi məsafəni tapın. A və B, biri şimalda, biri cənubda nə olacaq? Toplayacaqsan 20 30 eləyəcək. 30-u da vuracaqsan 111-ə, 3330. Cavab B variantı. Elədir 3330 kilometr. Bu da belə. Sonra A və B məntəqələrinin deyir ki, üçün ümumi əlamət A və B məntəqələri üçün. Deyir, eyni meridian üzərində yerləşirlər. Xeyr, biri buradadır, biri buradadır, müxtəlif meridiandadır. Yəni bu səhv fikirdir.
Bunu səhv götürürük. Eyni paralel üzərində yerləşirlər. Bəli, tamamilə doğrudur. Coğrafi koordinatları eynidir. Xeyr, meridianlar fərqlidirsə, bu coğrafi koordinatları eyni ola bilməz. Yadınızda saxlayın. Cənub yarımkürəsində yerləşirlər. Bəli, doğrudur. Qütbə məsafəsi fərqlidir. Xeyr, eynidir. Bu da səhvdir. Cavab 2, 4. Cavab A variantı. İndi deyir ki, bu sualda eyni meridian üzərində iki şəhər arasında məsafə bu qədərdir. Bunlardan biri 60 şimaldır, yerləşirsə digər hansı coğrafi enlikdədir? İndi fikir ver, eyni meridiandadır bunlar. İkisi də eyni meridiandadır. Biri 60 şimaldadır. Biri də olacaq. Deyir, iki məntəqə arasında məsafə 6660 kilometr. 6660 kilometri elə böləcəksən 111-ə. Niyə? Çünki meridianal istiqamətindədir, yəni 60 dərəcədədir. İndi 60 şimal enliyi ilə 60 dərəcə uzaqda yerləşəcək. Təbii ki, nə? Ekvator yerləşəcək uzaqda iki məntəqə arasında. Yəni 0 ilə 60 şimal enliyi arasında 60 dərəcə, onu da 111-ə vuranda 6660 kilometr edir. Cavab A variantı. Ekvator. Sonra növbəti suala baxaq. Deyir ki, coğrafi koordinatlardan verilənlərdən hansı həqiqi sahəsi daha böyükdür? Həqiqi sahəsi böyük olması üçün ərazinin eni, uzunluğu ümumiyyətlə eni daha çox olmalıdır. Uzunluğu daha çox olmalıdır. Fikir versən, ekvatora yaxın olan paralellər daha uzun olduğu üçün orada da ərazinin sahəsi daha çox olacaq. Bax görsən bu 30-dur, bu olsun 45, bu 45-dir, bu 20-dir, bu 45, 35-dir. Ancaq bura bax 0, 10 dərəcə. Yəni bunlar ən böyük paralellər üzərindəki məsafədir. Sonra növbəti suala baxaq. Sxemə əsasən A və B məntəqələrində azimut 270 azimut A və B məntəqələrindən 270, yəni qəribə hərəkət ediblər. CD-yə satıblar. Onlar qət etdiyi məsafələr arasında fərqi tapın. Bax, biri 30-dur, biri 10-dur. Nə qədər edir? İkisi də eyni yarımkürədədir. 20 dərəcəlik fərq var. 20 dərəcə. Biri ekvator üzərində gedir. Ekvator üzərində gedirsə, vurursan neçəyə? 111-ə edir 2220 kilometr. Bəs 40 şimal enliyi üzərində gedirsə, 20-ni vurursan 85/4-ə. Burada da deməli 85/4-ə vuranda nə qədər eləyir? Gəlin vuraq. Deməli 200-ü vuracaq 854-ə. Deməli 8 10 16. Deməli 1000. Deməli burada olacaq 1800. Daha doğrusu 1800 yox. Bunu burada vururum mən ən yaxşısı. Deməli 2220 burada tapdıq, düzdür? Bunu da vuracağıq. Deməli dəqiq olsun. 85/4-ü vuracağıq neçəyə? 20 dərəcəyə. 1708. 1708 biridir. O birisi də 2220-dir. 2220 çıx 1708. O da təqribən eləyəcək nə qədər? 512 kilometr. Yəni bunlar arasında belə deyək də məsafə fərqləri olacaq 512 kilometr.